Bayaqdan fikirləşirəm ki, necə bir giriş eləyə bilərəm. O qədər uzun müddətdir video çəkmirəm ki, necə giriş eləyəcəyimi də unutmuşam. Keçən il oktyabr ayında səhv eləmirəmsə video çəkib yükləmişdim. O gündən bu günə neçə ay keçdiyini saya bilmirəm. Təxminən 7 ay keçib. Son videodan bu günə dəyişməyən bəzi şeylər var və ən əsası odur ki, mən yenə Riqadayam. İşlə bağlı gəlmişəm, bir neçə gün buradaydım, hətta bugün son günümdür və bugün ən xüsusi tədbiri sizə çəkmək istədim. Çünki Riqada 3 ay Riga Tech Girls-la bir yerdəydim və bugün yenə Riga Tech Girls-ın Female Founders Lunch adlı bir tədbir var, hansı ki, çəkmişdim əslində. Mənim də çıxış elədiyim, hətta birində də mənim moderasiya elədiyim 2 fərqli tədbiri. Bugün ben onlardan birindeyim. Çok heyecanlıyım. Uzun müddət sonra Riga Tech Girls komandasını görəcəyim. Sevinirim. Buradan sonra da heç vaxt itirmədən qaça-qaça gedirik Tallinnə. Digər əsas tədbirlərdən biri də Tallində olacaq. Odur ki, qaçaq. Yoldayım və tədbirə doğru gedirəm. You brought the Tech Girls over here? Hi. A very special one together with Latvian Startup Association and Sonia. Applause for Yeah, because I was bringing in like 50% of the revenue, Lee was bringing in this 50% of the revenue, and if suddenly like this 50%. I hope to see you there as well, and let's go for a good weather, and it's gonna be a full day of great things, like great conversations, great keynotes, great speakers, and an evening, quite a nice party as well. Rigadan sonra Estoniyadan salam. Bəlkə maraqlı ola bilər deyə videonu açmışkən şeydən danışım. Dünənki tədbirdən. Female Founders Lunch tədbirləri hər ay fərqli mövzular seçilərək keçirilir. Əslində adından da göründüyü kimi daha çox qadın təsisçilərin, qadın innovasiya sahəsində, texnologiya sahəsində olan qadınların bir araya gəldiyi ayda bir dəfə və fərqli mövzular haqqında söhbət elədiyi, danışdığı, bir-birlərinin fikirlərini bölüşdüyü bir tədbirdir. Bu ayın mövzusu da maraqlıydı. Texnologiya, innovasiya sahəsində, startap quruculuğu sahəsində olan qadınların qurucu olaraq, pay sahibi olaraq, analıq məzuniyyətə getdiyində və yaxud da olmağa qərar verdiyində var olan, var olmalı olan və var olmayan, amma kəşke olsaydı dediyimiz haqları barəsində idi. Ümumiyyətlə, startap sahəsində sizsə və startap qurmağı planlayırsınızsa və gələcəkdə həmçinin də ana olmağı planlayırsınızsa, düzü məncə təkcə ana olmağı yox, kişilərə də bu şamil oluna bilər. Çünki ümumiyyətlə valideyn olduqda yaşadığınız ölkənin, vətəndaşı olduğunuz ölkənin əmək məcəlləsinə uyğun, qanunlara uyğun haqlarınız, hüquqlarınız var əlbəttə ki, ödənişli məzuniyyət və s. və bu ölkədən ölkə əlbəttə ki, çox dəyişir və sən də buralarda da vəziyyət çox da ürək açan deyilmiş. Startup sahəsində də yenə çox da ürək açan bir mənzərə yoxdur. Qadın və ya kişi olmadan asılı olmayaraq ana və yaxud da ata olmusunuzsa, investor sizdən gözləyir ki, bütün zamanınızı ayırın startupa, amma ayıra bilmirsiniz haqlı olaraq. Və bu periodda sizin hissələrinizin dəyərlənməsi sizin məzuniyyətdə qaldığınız periodda necə tənzimlənir? Bu ilə bağlı çoxlu maraqlı nüanslar var imiş. Heç vaxt bu gözlə baxmırdım mən. Bəlkə də əslində bizdə də bilmirəm, biraz yaş ortalaması əslində startap qurucularında daha aşağıdır. Ailə sahibi olan startap qurucularının sayı bir statistika varmı? Amma ən azından mənim öz şəxsi statistikama əsaslanıram. Çox azdır. Ona görə də bəlkə indiyə qədər belə bir düşüncəni, belə bir fikri heç vaxt ağlıma gətirməmişəm. Belə, yəni ümumi çox uzun danışıram. Əgər marağınız yoxdursa, məsələn maraqlıdırsa, yazsın mənə, mənbələri bölüşüm. Bu qədər. Gəlin qaçaq. Hər nə qədər geciksək də gedək tədbirə. Yaşıl geyinəndə tam həmişə belə Grinch abı havasına girirəm. Sözün əsl mənasında, yəni hər ehtimala kompüterimizi götürürük. Çünki bu ehtimalla işləməyi planlayıram. Dediyim kimi sabah və birisi gün olan tədbirlərin araşdırmasını eləmək istəyirəm ki, özüm üçün prioritetləşdirim hansında olmağı. Ümumiyyətlə tədbirlə bağlı bilmirəm siz bunu eləyirsiniz yoxsa yox. Mən həmişə böyük bir kəşfiyyat aparıram tədbirdən qabaq. Harda gedəcəksiniz, harda olacaqsınız, kimlərlə danışmaq istəyirsiniz, tövsiyə edirəm. Bu arada da çox demək istərdim ki, bu video Apple əməkdaşlığı ilə çəkilib. O günlər də gəlsin, amma hələ ki yox. Ona görə də heç bir reklam yox. Çox təəssüf. I think it's more like
Think if you hesitate to do something, or think what is the worst could happen if you do it. You can use it in private life as well, not only public or private company. That's it. Our time is up. Thank you. Thank you, Nick. Thank you for leading us. I want to like the block stuff because you know, hiking. Wow. I just tried to find. Yes. But including the hours for just tea. Düşünürdüm ki açılışa gec getdiyim üçün bir çox şey qaçırmış olacağam. Əslində gördüyünüz kimi bir panelin hətta ən bir hissəsinə çatdım. Ondan sonra ən əsas məsələ networkingdən necə istifadə oluna bilərsə ən yaxşı formada istifadə elədim. Bir fondla, VC ilə söhbətimizi oradan kənarda da davam elətdirdik. Bir əməkdaşlıqla bağlı renk danışıqlara da başlanıldı. Ona görə çox xoşbəxtəm. Bu qədərini gözləmirdim. Daha sonra gəlib digər işlərimizi bitirib, çıxıb şəhərin dadını çıxarmaq olar və yemək yemək. Amma əsas məsələ indi Zəhra Kosmosda hissəsinə gələk. Bundan əvvəlki mənim daha çox texnologiya innovasiya tərəfində olan işlərim idi. 2 gün sonra ki, mən bu videonu 20 mayda çəkirəm. 22 mayda Zəhranın Zəhra Kosmosda platformasında doğrusu 4 yaşı olur və çox sevincliyəm buna görə. Bilmirəm. Çox belə yaxşı hiss edirəm. Hələ ki bu qədər. Və bu arada düşünsəz ki, videonun tam da bu hissəsində bəs yaxşı Zəhra Kosmosdan 4 yaşı olur, biz necə təbrik edə bilərik? Çox sadədir əslində. Videonu bəyənməyiniz, hisslərinizi elə bu videonun altında şərh olaraq bildirməyiniz. Düşünürsünüzsə ki, başqa kimlərsə də bizim bu icmanın, Zəhra Kosmosda icmasında olmalıdır. Onlarla paylaşsanız ən yaxşı təbrik eləmiş olacaqsınız mənə. Bunlardan əlavə, amma yenə necə dəstək olun. Yəni necəsə ad günü təbrik edim desəz də açıqlama hissəsində qeyd eləyəcəm. Kofe.al hesabından kosmik kofe alaraq dəstək ola bilərsiniz və yaxud da patron hesabından dəstək ola bilərsiniz. Belə. Növbəti dəqiqələrdə görüşərik deyək, amma siz böyük ehtimalla bir neçə saniyə sonra zaten mən sabahki günümü görəcəksiniz. Flight to-do'nun ikinci günü, əslində birinci günündən pəşram çünki dünən əslində açılış idi. Onu saymamalıyıq. Bu arada açılış hissəsini qaçırmış ola bilərəm. Bu aralar deyəsən tez durmaqla bağlı kiçik bir problemimiz var, həll eləyəcəyik. Amma zaten əsas qatılmaq istədiyim workshoplar indilərdə başlayacaq. Görək necə olacaq. Bir yerə gəldim, Google'un standıdır. Çoxlu legolar var. Onu da inəcəm, bu arada adımı səhv yazdılar. Let's welcome our next contestants. Sarah, they will be attempting to build the best Arthur seat. Çok şirindiler. All the lingo you guys use, it just so happens. Remember from any term sheets, any terms that you Qəşəng işıq tapmışkən, deməli, bugün biraz qaç-qaçda oldum, nə qədər yaxşı çəkə bildim bilmirəm. Çalışdım olduğum səhnələrdə, olduğum çıxışlardan qısa da olsa səhnələrə otura bilim. Maraqlı keçdi, fərqli mövzular danışıldı. Elə həzm eləməyə çalışırım, danışılanları emal eləməyə çalışır beynim. Belə, indi isə gəlmişəm. Altekin bir tədbirinə. Hamına çox qəribə baxır, özümü qəribə istəyirəm. Biraz ora keçəcəyik, danışacağıq, yəni söhbət eləyəcəyik, içkilərimizi içəcəyik. Utanmasam oradan da çəkəcəm bir şeylər. Amma artıq utanmağa başlamışam, çünki çox adamlar gəlir və mən video çəkirəm və qəribə istəyirəm.
Some people here, I was also talking with one of our student teams and Danışsam səsim nə qədər yaxşı gələcəyinə görə danışmamağa qərar verdim. This country here is like an incredibly innovation-friendly place. I mean, at least the last place I would expect something like this. Deməli, tədbir demək olar ki, bitir. Amma mən nəyi unutduğumu fərqinə vardım və tam olaraq belə çıxıb da fərqinə vardım. Tədbir çərçivəsində startaplardan biri Blik adında tam olaraq necə tələffüz olduğuna əmin deyiləm, amma bura yerləşdirəcəm. Sürücüsüz maşınlarda test sürüşü imkanı verir və dedim ki, mən bunu necə unuda bilərəm. Tez qeydiyyatdan keçdim və vaxtım gətirdi ki, son bir neçə açıq qalmış yerlərdən birini tapa bildim. Baxaq, necə oldu? Heyecanlıyam. İndi onlardan bir nəfəri gözləyirik. Deyəsən, onların müşahidə ilə nə olacaq mı? Əmin deyiləm. Hi! Hi, I'm Daniel. Work in communication and strategy of communication for the company. Great. Actually, Okay. if you want, you can start the ride. Sırıq, tıps. Gözləyir. Qapılar bağlandı və As you can tell, it's really yolu bir nəfər keçir. Gözlədik, yavaşladıq və davam edirik. Və buradan məlumatları da görə bilirsiniz. Bu arada bir neçə məlumat bölüşüm. Bu maşınlar Hyundai'ın Ioniq adlı modelinə inteqrasiya olunmuş bir sistemdir. Keçid linkisindən bölüşəcəm ki, özünüz də ətraflı belə məlumatlarına baxa biləsiniz. Hal-hazırda qəribə bir formada yanından maşınlar keçdiyi üçün belə siqnal verir. Ümid edirəm, əşək qaydasındadır. Başqa məlumatları da burada olan təmsilçidən soruşub sizə ötürəcəm. Yeah, well, as you can tell, it's an autonomous car. Obviously, what we're really doing now is like we're still in the process of the experience where it's supervised by like a remote driver. The idea is that the car like can learn with time about the road, about the safety improvements, and in a short future ahead, it could be like completely autonomous. We try to work also that to make it more sensitive to security, to certain aspects that the regular situations or the regular drivers that may be a bit exaggerated, let's say sometimes. We're based now here in Tallinn, like the things are working here. The company comes from Berlin. We're based in Berlin. Çatdıq demək olar ki, düşəcək indi maşından. Maraqlı keçdi, maraqlı təcrübədir. Əgər siz də Tallində olsanız və istəsəz belə bir təcrübə yaşamaq, vebsaytlarına keçid eləyib bir sürüş təcrübəsi üçün qeydiyyatdan keçə bilərsiniz. Nice. Where are you from? I'm from Azerbaijan. Ah, cool. Qəribə bir şəkildə əsla narahat hiss elətdirmir. Necə düşünəcəyimi fikirləşirdim, necə hiss eləyəcəyimi. Çox texnologiyaya deyəsən güvənirəm, nə də bilmirəm. 2 gündür də çox insan istifadə eləyir bu sürüşlərdən və heç kim başına üstünə gəlmirsə. Yolunuz Tallindən düşsə, məncə 100% istifadə eləyin. Məncə tədbiri ən yaxşı şəkildə necə bitirilə bilərsə, o formada bitirdim. Yaxşı ki, ən sona saxlamışam. Videonu editləyərkən bağlanış çəkmək hissəsində istədim bir neçə cümlə ilə nəinki bu bir neçə gündəki, həmçində xüsusilə bu gündəki hisslərimi sizinlə bölüşüm və bu tədbirlərdən daha çox əsasən Zəhra Kosmosda ilə bağlı olacaq. 4 il əvvəl 2022-ci il 22 may tarixində Zəhra Kosmosdanın ilk paylaşımını eləmişdim. Zəhra Kosmosdadır, bəs siz sualını verərək başlamışdı hər şey və o gündən bu gün əslində hər zaman Zəhra Kosmosdadır, bəs siz deyərək hər kəsi bu kosmik macəraya çağırıram. Eyni çağırışı illərdə davam elətdirirəm. Ümid edirəm ki, illərlə davam etdirə biləcəm. Bu yaxınlarda bu arada 4 il boyunca nələr olub oturub fikirləşirdim. Etdiklərimizi gördükcə, yadıma saldıqca fərqinə vardım ki, həm Azərbaycan daxilində, hətta Azərbaycan regionlarına qədər gedib çıxmışıq, həm qlobalda xeyli uğurlar yaşanıb, yaxşı təsirlərə səbəb olmuşuq bir yerdə. Mən olmuşam demirəm, çünki bunu hamımız bir yerdə eləmişik. Hansısa bir dövrdə dəstək olmuş, izləmiş hər kəs və bu platformanı bir növ bir kosmik gəmiyə bənzədirəm. Hər o dəstəkçi, hər bir o izləyən şəxs əslində o səyahətə qoşulmuş da olur və biz bir yerdə yol alırıq kosmosda.
Çox sağ olun. Bunu demək istədim. Belə